Artıq işlərə başlanılıb. Satıcılar mallarını yığışdırır. Görüntülər Sumqayıt şəhərindəndir. Şəhərin 9-cu mikrorayonunda yerləşən təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür. Burada nə abadlıq işləri aparılıb, nə də buna imkan verilib. Ancaq bundan sonra buna heç bir gərək qalmayacaq, çünki Şərq bazarı artıq sökülür. Sumqayıt şəhər icra hakimiyyətindən verilən məlumata görə bu gördüyünüz ərazi tamamilə söküldükdən sonra burada böyük bir ticarət mərkəzi tikiləcək. Sökülməyə səbəb kimi bazar daxilində və ətrafında şəraitsizlik göstərilir. Həm yol baxımından, həm dolur, çuxurlar su olur, həm bərbad vəziyyətdə idi. Bugünkü gündə bunun təmirə mütləq ehtiyacı var idi. Bu çoxdan olmalı idi. Hər gün istifadə edirəm. Bu 13-cü mikrorayonda yaşayıram. Bu yoldan da çox narazıyam. Çox. Belə yol ola bilməz axı. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyatı qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib. Yanğın məsələləri burada çox ciddi məsələdir. Yanğından mühafizə məsələləri çox ciddi məsələdir. Ona görə də biz qərara gəldik ki, bu bazar bugünkü günün tələblərinə cavab vermir. Biz istəyərdik ki, burada yaxşı bir böyük ticarət mərkəzi olsun. Mimarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq.